Bu gecə bu zikri təkrar eləyək. Özümüz üçün deyək, mən li qeyruk. İlahi, səndən başqa kimin var mənim? Heç nəyim yoxdur. Heç kəsim yoxdur. Nə söykənəcək bir əməlim var, namazım var, ibadətim var, nəyim var, kimin var? Bunu biz qəbirdə başa düşəcəyik bir gün. Qəbirdə hamı belə deyəcək, mən li qeyruk. İlahi, səndən başqa kimin var? Elə indi də heç kimimiz yoxdur. O ki, dil qoyub gedəcəklər, ən yaxın adamlar qoyacaqlar torpaq altına, çıxıb gedəcəklər. Güvəndiyin dostlar, tanışlar, ata, ana, övlad qoyub gedəcəklər. Hədisdə var, Allahdan nida gələcək, mənim bəndəm, gördün necə qoyub getdilər səni, qəbirdə tək qaldın. Bunlara görə mənə günah eləyirdin, bunlara görə məni yaddan çıxartmışdın, görürsən necə başını aşağı salıb gedirlər, hamısı öz hayında, heç səni düşünən yoxdur, sənə nə kömək eləyə bilərlər? Deyib, bəndəni vəhşət bürüyər, İlahi, mən tək qaldım qaranlıq qəbirdə, qorxu bürüyər. Allah deyər, qorxma mənim bəndən, səni elə nəvaziş eləyəcəm ki, yerin, göyün bütün məxluqlarını təəccübə gətirəcəm. Sənə